Müasir iş dünyasında demək olar bütün qərarlar və proqnozlar məlumatlar əsasında verilir, data əsasında verilir. Məlumatlar bazasında işləmək üçün bizə SQL çox yaxından kömək edə bilər. SQL sorğu dilidir və bizim danışıq dilimizə, ingilis dilində cümlə qurmaq dilinə son dərəcə yaxındır. Hesab edin ki, ingiliscə bir cümlə yazırsınız və sizə database-dən hansısa məlumatlar qayıdır. SQL öyrənmək kimlər üçün lazımdır? Gələcəkdə öz karyerasını data sahəsində davam etdirənlər üçün. Məsələn, data analitik olmaq istəyənlər üçün, hesabatlıqla məşğul olmaq istəyənlər üçün, biznes IT analitiki vəzifəsində çalışmaq istəyənlər üçün və yaxud bu vəzifələrdə çalışıb özünü daha peşəkar şəkildə inkişaf elətdirmək istəyən insanlar üçün lazımdır. Ümumiyyətlə, hər hansı strukturu, maliyyə strukturu olsun, biznes strukturu olsun, data ilə işləyən sahələrində SQL bilənlərə ehtiyac vardır. Siz SQL dilini öyrənməklə təkcə bir proqramda deyil, bütün əlaqəli verilənlər bazalarında istifadə edə bilərsiniz. Məsələn, Oracle verilənlər bazasında, Microsoft SQL Server verilənlər bazasında, PostgreSQL verilənlər bazasında və s. verilənlər bazasında eyni öyrəndiyiniz SQL-i 5-10% dəyişməklə istifadə edə biləcəksiniz. Əgər siz də data sahəsində öz peşəkarlığınızı inkişaf elətdirmək istəsəniz, SQL təlimlərində iştirak edə bilərsiniz.